Salam uşaqlar, bugünkü mövzumuz törəmədir. Baxaq görək törəmə bizdə blok imtahanına necə gələ bilər. Ən asandan ən çətininə başa salacağım ki, ümumi sizə aydın olsun ki, proses necədir. Birinci danışıram sizdə nədən? Biz demişdik ki, sabitin törəməsi nəyə bərabərdir? Sıfıra. Sabit nə deməkdir? Məsələn, tutaq ki, 3 sabit ədəddir. Bunun törəməsi nəyə bərabərdir sizdə? Sıfıra. Məsələn, pi sabit ədəddir. Törəməsi nəyə bərabərdir? Sıfıra. Dəyişənin törəməsi, yəni x-in törəməsi bizdə bərabərdir 1-ə. Əgər dəyişənin qüvvəti olarsa, yəni x üstü n olarsa, n gəlir qabağa, üstündən bir vahid çıxırsan. Olacaq sizdə bu formada. Tutaq ki, x üstü 5-in törəməsini tapırsınız. 5 gəlir qabağa, olacaq 5x üstü 4. İndi baxaq 5-ci sualın izahına. Deyir, bu funksiyanın törəməsini tapın. Baxıram buna, x üstü 6. Üstə gəlsin 2x, çıxılsın 3. 6 gələcək qabağa, üstündən bir vahid çıxacam. 6x üstü 5. 2x-in də törəməsi, dediyi x-in törəməsi 1-dir. Bu da əmsaldır. Əmsal olduğu kimi qalır. Yəni, məsələn, tutaq burada qabaqda 7 olsaydı, 7-yə dəymirsiniz. Əmsallar həmişə olduğu kimi qalır. Üzərinə gəlsin 2. Bu da sərbəstlərdir. Törəməsi 0-a bərabərdir. Ona görə o çıxıb gedəcək. Olacaq cavabımız 6x üstü 5, üstə gəlsin 2. Yəni, cavab olacaq sizdə B variantı. Keçirik 17-ci sualın izahına. Deməli, bu tipli suallar sizdə necə olur? Verilib bizə 3-də 1, x kvadrat üstə gəlsin 5x. Bunun kubu. F törəmə mənfi 1 istəyir. Uşaqların ən böyük səhvlərindən biri nədir? Durub bunu kublar düsturuyla açırlar. Düzdür, o yol səhv yol deyil, düz yoldur. Sadəcə olaraq vaxt aparan yoldur. Siz bu misalı necə eləməlisiniz? Mürəkkəb funksiyanın törəməsi ilə. Mürəkkəb funksiyanın bizdə törəməsi necə tapılırdı? Funksiyanın törəməsi tapılıb, yenidən içinin törəməsinə vurulurdu. Nə edirəm? 3-ü gətirirəm qabağa. Olacaq 3-də 1 vurulsun 3. X kvadrat üstə gəlsin 5x. Üstündən də 1 çıxıram, qalır 2. Bəs içinin törəməsi necə tapılır? Bunun törəməsini tapıb vuracam buna. X kvadratın törəməsi 2x-dir. 5x-in də törəməsi 5-dir. 3-lər gedir, alacam x kvadrat, üstə gəl 5x-in kvadratı, vurulsun 2x üstə gəl 5. Daha sonra nə edirsiniz? X-in yerinə mənfi 1 qoyursunuz. Mənfi 1-in kvadratı 1, 5-i mənfi 1-ə vuram, mənfi 5. Bu da mənfi 2 üstə gəlsin 5. Mənfi 4-ün kvadratı 16 vurulsun 3. Cavab olacaq 48. Yəni D variantı. Növbəti baxacağıq 18-ci misala. 18-ci misalda bizdə köşaltı var. Danışaq görək köşaltının törəməsi nəyə bərabərdir? Əslində bəzi funksiyalar var ki, xüsusi hallardır. Onları əzbər bilməlisin ki, törəməsi nəyə bərabərdir? Onlardan biri də köşaltında x-dir. Tapılma qaydası belə idi. X üstü 2-də 1 yazıram. Necə ki, digərlərində qüvvət qabağa gəlib, qüvvətdən 1 çıxılmır, eyni qaydadır. Qüvvət gələcək qabağa, qüvvətdən 1 çıxacam. Mənfi 2-də 1. O da olacaq 2-də 1, 1 bölünsün x üstü 2-də 1. O da olacaq 2-də 1, vurulsun 1 bölünsün kök altında x. Amma siz əzbər bilməlisiniz ki, kök altında x-in törəməsi 1 bölünsün 2 kök altında x-dir. Sonra məsələn, əzbər bilməlisiniz ki, 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratdır. Bunlar əzbər bilinməlidir. Keçək bu misala. 4 kök altında x, çıxılsın 3x, üstə gəlsin 5. Bizdən istəyir f törəmə x, görə nə verib? Bərabərdir 1. Bu fx-dir. Verib f törəmə x bərabərdir 1-ə. 4 vurulsun, kök altında x-in törəməsi 1 bölü 2 kök x-dir. 3x-in də törəməsi 3-dür. Bərabərdir 1. 2 bölünsün kök altında x bərabərdir 4. 4 kök altında x bərabərdir 2. Kök altında x 2-də 1. Onda x-də alacam 4-də 1. Yəni 0,25. O da olur sizdə C variantı. Növbəti baxacağıq misal nömrə 8-ə. Trigonometrik funksiyaların törəmələri. Görək onlar necə tapılır. Deməli, sinusun törəməsi bizdə bərabər idi müsbət kosinusa.
sinus x-in törəməsi bərabərdir kosinus x. Kosinus x-in törəməsi verirdi mənfi sinus x. Tangens x-in törəməsi verirdi 1 bölünsün kosinus kvadratı x. Kotangens x-in törəməsi verirdi mənfi 1 bölünsün sinus kvadratı x. Trigonometrik funksiyalara aid 8 asan sualdır. Sinusun törəməsinin yerinə yazacağım cos x. Kosinusun da törəməsinin yerinə mənfi sinus yazacağım. Cavab olacaq cos x çıxılsın sin x. Yəni Y variantı. Əsas indi baxaq 9-cu suala biraz fərqlisinə. Baxaq. Y bərabərdir sinus kvadratı x çıxılsın kosinus kvadratı x. Deməli belə, bu misalın törəməsini tapmağın sizə 2 yolunu öyrədirəm. Birincisi, əgər kosinus kvadratı çıxılsın sinus kvadratı olsaydı, bizə kosinus 2 alfanı verərdi. Amma sizdə sinus kvadratından kosinus kvadratını çıxıb. Deməli, kosinus 2 alfanın əkisini verməlidir. Yəni, nə verməlidir sizə? Mənfi 2 kosinus x. Kosinus 2x. Nə edəcəm? Kosinusun törəməsi mənfi sinusdur. O mənfi ilə bu mənfi birləşib müsbət verir. Bir də mürəkkəb funksiya olduğuna görə içinin törəməsi. Yəni 2-yə vurmalıyam. Bu bunun asan yolu. İlk şayətdir birdən. Sizdən kosinus kvadratı x tutaqçıq sinus kvadratın yox. Sırf təkcə desə ki, sinus kvadratın və ya kosinus kvadratının törəməsini tap. O necə tapılır? İzah edeyim. Sinus kvadratının törəməsinin tapılma qaydası. 2 yerə bölünür. Birinci, dərəcə azaltma ilə tapa bilərsiniz. Sinus kvadratının dərəcə azaltması belədir. Olacaq 2-də 1 çıxılsın 2-də 1 kosinus 2x. Sonra törəmə taparam. 2-də 1-in törəməsi 0-dır. Kosinusun törəməsi isə mənfi sinusdur. O mənfi ilə bu mənfi birləşir. 2-də 1 sinus 2x. Bir də içinin törəməsini, yəni 2-yə vururam. Yəni cavabı nə alıram? Sinus 2x. Bir yol isə tamam bir fərqli yolu öyrədirəm sizə. 2 gəlir qabağa. Bu özünə görə mürəkkəb funksiya sayılır. Çünki hər hansı bir funksiyanın kvadratıdır. Yenidən nə edirəm? Sinusun törəməsinə vururam. Sinusun törəməsi nədir? Kosinus. Cavab olacaq sinus 2x. Yəni bir də dərəcə azaltmağa nəyəsə ehtiyac qalmır. Sadəcə nə edirsən? Qüvvəti atırsan qabağa, içindəkinin nəyini tapırsan törəməsini. İndi buna uyğun kosinus kvadratını tapsaq, 2 gələcək qabağa, kosinusun da törəməsi mənfi sinusdur. Mənfi gəlir qabağa, mənfi sinus 2x. Yəni bir də dərəcə azaltmağa və s. nəsə eləməyə ehtiyac qalmır. Ən rahat yolu budur. Sonra. Baxırıq növbəti 22-ci suala. Deməli, fx bərabərdir 4x kubu üstə gəlsin cos x. Çıxılsın 5. Bu lap asanlarındandır. 3 gəlir qabağa 12, üstündən 1 çıxıram. Kosinusun da törəməsi mənfi sinus. 5 də sabitdir, törəməsi 0-dır. 12x kvadratı çıxılsın sinus x. Olacaq sizdə Y variantı. Sonra. Belə bir sual var, 24-cü sual. Baxaq ona. Çox maraqlı sualdır. Şərtdə nə deyir? Y bərabərdir. Mənfi 7x üstə gəl 4 törəməsinin qrafiki hansı ola bilər? Bunun törəməsini tapırsınız. Bunun törəməsi bərabərdir mənfi 7-yə. Mənfi 7 sizdə sabitdir. Məsələn, Y bərabərdir mənfi 7-nin qrafikini qururam. Y oxunu mənfi 7 nöqtəsində kəsəcək və x oxuna paralel düz xətt olacaq. O da olur sizdə C variantı. Yəni, qrafik tipli belə bir şey gələ bilər. Sonra, baxaq 34 sual. 34-cü sual isə hasilin törəməsidir. Deməli, belə. Birinci baxaq ki, hasilin törəməsi necə tapılır? U vur V-nin törəməsi.
U-nun toraması vur V, üstəcəl V-nin toraması vur U. İndi görə misal nə verilib? X kvadrat vur sinus X. X kvadratın toraması 2X-dir. Vuram sinus X-ə. Üzərinə gəlirəm. X kvadrat qalır, sinusun toraması kosinus X-dir. Sonra bunlardan X-i çıxardıram. 2 sinus X, üstəcəl X kosinus X. O da variant olacaq. C variant. Növbəti 64. Çox maraqlı misaldır. Trigonometrik funksiyaların teoreması. Buradaca düsturu bilməlisiniz, o biri yolu aşırı gedər. Kosinus üstü 4x çıxılsın sinus üstü 4, 3x. Kosinus üstü 4-dən sinus üstü 4-ü çıxanda bizdə kosinus 2 alfanın düsturudur. Yəni 3x-i 2-yə vuranda olacaq bizdə kosinus 6x. İndi bunun da teoremasını tapanda mənfi sinus 6x olur. Bir də içinin teoremasına vuram, yəni 6-ya. Mənə də şərtdə deyir ki, x0-ın yerinə pi böl 36 qoy. 6 vur pi böl 36. Bunlar gedəcək mənfi 6 sinus pi böl 6. Sinus 30 eləyir, sinus 30-da dağılır 2-də 1. Cavab olacaq mənfi 3, yəni A variantı. Növbəti 68-ci sual. Altmış 8-ci sualda verib bizə belə. Fx bərabərdir. X kvadrat üstəcəl x bölünsün kök altında x. Bizdən f teorema 4-ü istəyir. Qulaq asırsınız mənə. Bunu iki cür tapa bilərsiniz. Bir, nisbətin teoreması kimi baxmaq olar. U böl V-nin teoreması ilə gedərik. Bir də ki, ayrı-ayrı kök altında x-ə bölməklə. Kök altında x-ə bölməkdə çətinlik çəkmirsinizsə, o yol idealdır. Sadəcə olaraq çətinlik çəkirsinizsə, U böl V daha yaxşı olar. U böl V-nin teoreması. U-nun teoreması vur V, çıxılsın. V-nin teoreması vur U. Bölünsün V-nin kvadratı. İndi baxıram. Sürətin teoreması 2x üstəcəl 1-dir. Vuram məxrəcə. Çıxılsın. Məxrəcin teoreması 1 bölü 2 kök x-dir. Vuram sürətə. Bir də bölünsün məxrəcin kvadratı. Kök altında x-in kvadratı x-dir. Bax, 68-də bizdə nə istəyirdi? Deyirdi, f teorema 4-ü tapın. Elə bir dəfəli x-lərin yenə 4 qoyaq, sadələşdirməklə vaxtımızı itirməyək. 8 üstəcəl 1, 9. Kök altına 4-dən 2 çıxır. Kök altına 4-dən 2 çıxır. 2-nin 2-yə vuranda 4. Bu da 16 üstəcəl 4, 20. Bölünsün 4. Bu 18 eləyir, bu da 5. Bölünsün 4. 13 bölünsün 4. O da olacaq bizdə 3 tam %75. 68-ci sualda. O da olur sizdə A variantı. Bir də dediyim kimi kök altında x-ə tək-tək bölüb qüvvət funksiyası kimi baxmaqla da yazmaq olardı. Növbəti baxacağıq. Teoremanın tətbiqinə. Teoremanın tətbiqində bizdə nələr var idi? Toxunan bucaq əmsalı, böhran nöqtənin tapılması. Birinci başlayırıq elə toxunan bucaq əmsalından. Görək nə var, nə yox burada. Toxunanın tənliyi, artıb azalma aralığı, parçada ən böyük ən kiçik qiymət, minimum maksimum nöqtələr. Hamısının bir-bir misal tiplərinə baxaq. Birinci danışıram nədən? Böhran nöqtə necə tapılır?
Böhran nöqtəni tapmaq üçün funksiyanın törəməsini tapıb bərabər götürməlisə sıfıra. Bəs yaxşı, toxunanın bucaq əmsalı nədir? Toxunanın bucaq əmsalı bildiyimiz bucaq əmsalıdır, yəni k-dır. F törəmə x 0 bizdə bərabər olur k-ya, o da bərabər olur tangens alfaya. Bax, buradakı k adlanır toxunanın bucaq əmsalı. Buradakı alfa isə toxunanın x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. Məsələn, necə olur? Tutaq ki, bu qrafikindir. Buna bir toxunanı çəkirsiniz. Bax, toxunanın bucaq əmsalı buradan tapılır sizdə. Yəni, x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq deyəndə bu bucağı, yəni alfanı nəzərdə tuturuq. Başlayaq indi birinci sualdan. Deyir ki, apsisi x0 bərabərdir mənfi 4 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Funksiyanı veribsə belə. Nöqtəni də verib mənfi 4. Törəməsini tapıram. 2x üstə gəl 7. X-in yerinə mənfi 4 qoyuram. Cavab olacaq mənfi 1. Yəni B variantı. Yəni toxunanın bucaq əmsalı bu formada tapılır. Törəmə tapırsınız, x-in qiymətini yerinə qoyursunuz, alınan cavab toxunanın bucaq əmsalıdır. Yəni k-dır. Sonra baxacağım nömrə 4-ə. Burada deyir ki, çəkilən toxunan apsisi oxuna paraleldir. Paralel olmaq, bax, bu deməkdir. Budursa, deməli, x oxu ilə bucaq əmələ gətirmir. Bucaq əmələ gətirməmək, bucağın 0 dərəcə olmağı deməkdir. Tangens də 0-da 0-a bərabərdir. Yəni, apsisi oxuna paraleldir deyəndə, törəməsini tapırsınız, 0 götürürsünüz. 4-cü sual. Olacaq 4x çıxılsın 6 bərabərdir 0-a. 4x bərabərdir 6, x-də alıram 6 böl 4. Yəni 3 bölünsün 2. Bu da oldu belə. Sonra baxırsınız. Nömrə 7. Toxunanın tənliyi. Görək toxunanın tənliyi nədir? Toxunanın tənliyinin düsturu deməli, y bərabərdir. F törəmə x0 vurulsun x0 üstə gəlsin fx0. Bu bizdə toxunanın tənliyinin düsturuydu. İndi isə belə bir dənə tənlik verib. x0'ı da verib 0 və deyir tənliyi tap. Nə edirsiniz? Birinci, fx0'ı tapmaq üçün gətirib bu nöqtəni burada yerinə qoyuram. Alıram 5. Deməli, bunun qiyməti 5'dir. İkinci törəmə tapıram. Bunun törəməsi 2x çıxılsın 4. Törəmədə x-in yerinə 0 qoyuram. Eləyir mənfi 4. Gətirib bunu da yerinə mənfi 4 qoyacam. x0'ın budur. Olacaq mənfi 4x üstə gəlsin 5. Yəni toxunanın tənliyini tapmaq 4 əməldən ibarətdir. Birincisi, verilən x0'ı funksiyanın özündə yerinə qoyursunuz. İkinci, funksiyanın törəməsini tapırsınız. Üçüncü, verilən x0'ı törəmədə yerinə qoyursunuz. Dördüncü, hamısını gətirib son düsturda yerinə qoyursunuz. 4 mərhələli bir sualdır. Növbəti baxacam nömrə 10'a. Bu dimin ən sevdiyim misal tipidir. Çox dəhşətli dərəcədə çox salır. Və elə də çətin tip deyil. Deməli, nə deyir bizə? Deyir, A-nın hansı qiymətində funksiyasının qrafikinə x0 bərabərdir 3 nöqtəsinə çəkilmiş toxunan apsis oxu ilə 60 dərəcə bucaq əmələ gətirir. Biz bayaq nə dedik? Dedik, f törəmə x0 bərabərdir tangens alfaya. Əgər bucağım 60-dırsa, tangens 60-da
Alacaq kök altında 3. Mən inirəm. Verilən funksiyanın törəməsini tapıram. İki gəlir qabağa. Bu 2 ilə gedəcək. Kök 3 ax. Çıxılsın 2 kök 3. Bərabərdir kök 3. Bir də x sıfırın qiymətini də verib 3. X sıfırın yerinə də 3 qoyacam. Olacaq 3 kök 3. A bərabərdir 3 kök 3'ə. Oradan da A-nı tapıram bir. Bu da sizə ən çox məşhur suallardan biri. Növbəti baxacağıq 12-yə. Bu da məşhur suallardan biridir. Deməli belə. Biz dedik ki, bu əmrlər gətirdiyi bucaq x oxu müsbət istiqaməti ilə k bərabər olur tangens alfaya. Biz də bilirik ki, tangens artan funksiyadır. Bucaq artdıqca bizdə k-nın qiyməti də böyüməlidir. Deməli, bir dənə A1 A2 üstündən gedək, dolğun görsənsin. Deməli, bu A2'dir. Sonra bu A1'dir. Bu da A3'dür. Aralarında en kiçik bucaq A3'dədir. Deməli, ən balaca K3'dür. Sonra ikinci bucağımız A1'dədir. Deməli, ortancıl K1'dir. Ən böyük də A2'dədir deyə ən böyük olacaq sizdə K2. K2 böyükdür K1'dən, o da böyükdür K3'dən. Yəni, cavab olacaq D variantı. Növbəti baxacağım 23'ə. Nə deyir? Deyir ki, hansı nöqtədə çəkilmiş toxuna apsis oxu müsbət istiqaməti ilə 45 dərəcəli bucaq əmələ gətirir. Deməli, törəmə bərabər olmalıdır sizdə tangens 45-ə. Bunun törəməsini tapanda 2 gəlir qabağa 2x. Üstə gəlir 2x-in törəməsi 2-dir. Hərf verməyib ki, başqa. Deyir ki, parabolasına hansı nöqtədə çəkilmiş toxunan, bərabərdir tangens 45-ə. Tangens 45-də 1 alır. 2x üstə 2 bərabərdir 1, 2x bərabərdir -1, x alıram -2-də 1. Sonra inirsiniz, x-in qiymətini gətirib bunun özündə yerinə qoyursunuz. 4-də 1, çıxılsın 1, üstə gəl 4-də 7. Bundan bu 4-də 8 edir. 2-dən də 1-i çıxanda eləyəcək 2. Cavab olacaq A variantı. 25. Bu da şəkilli sualdır. Deməli belə. Biz dedik ki, f törəmə x0 bərabərdir k, o da bərabərdir tangens alfa. Bu sizdə görürsünüz ki, toxunan koordinat başlanğıcından keçən düz xəttdir. Burada görsənmir, x -3'dür, y 4'dür. Burada da x 3'dür, y -4'dür. Ya bu nöqtəni, ya da bu nöqtəni yerinə qoyursunuz ki, k-nı tapasınız. Koordinat başlanğıcından keçən düz xəttsə y bərabərdir kx-dir. X-in yerinə -3 qoyanda cavab alınmalıdır 4. Cavab olacaq -3'də 4. Yəni -1,3'də 1. C variantı. Sonra baxırıq. Nömrə 45.
45-də tema nədir? 45 özdə bir dəfə buraxılışa gəlib. Buraxılışa nə idi? Bloka gəlib. Eyni bu sual. Deməli, nə edirəm? Yenə buradan k-nı tapmaq məcburiyyətindəyim. Çünki f törüm x 0 istəyir. F törüm x 0 k-ya bərabərdir. Onu necə tapırsınız? Bu funksiya həm bu nöqtədən keçib, həm də bu nöqtədən keçib. Bu nöqtə sizdə 0-3 nöqtəsidir. Bu nöqtə sizdə 6-0 nöqtəsidir. Tənlikdə budur. K-x üstə gəl b. Bir dəfə bunun yerinə qoyuram. X-in yerinə 0 qoyanda b qalır. B-si də olur -3. B-ni də yerinə gətirib -3 qoyuram. K-nı da alacam 2-də 1. Yəni 0,5. Və bu bölmədə 48. Ümumiyyətlə gözlədiyim suallardan biridir. Çünki ikinci cəhdə daha çox qrafik tipli gəlir. Biraz fərqli gəlir. Deməli, bura 135 dərəcədirsə, bura bizdə 45 dərəcədir. Bizə müsbət istiqamətdən əmələ gətirdiyi bucaq lazımdır. Yəni, siz 135-i yox, 45-i götürməlisiniz. F törüm x 0 bizdə bərabər olur k-ya. Bu da sizdə 45 dərəcə olduğu üçün, deməli, bu bərabər olmalıdır tangent 45-ə. Tangent 45-də də bizdə alır 1. Deməli, f törüm x 0 bərabərdir 1-ə. İndi başqa nə verib sizə? F(x)0'ın cavabını isə, bura baxırsınız, x0'ın cavabını burada hazır verib. Nəyə bərabərdir? 4-ə. 1 ilə də 4-ün cəmi götürəcəksiniz 5. Yəni, qəribə sual kimi görsənir, qəliz sual kimi görsənir. Əslində çox asan sualdır. Və düşə biləcək sualdır. Sonra növbəti 53, sonra keçəcəyik o biri bölməsinə. Deməli belə, deyir parabolasının hansı nöqtəsində ona çəkilmiş toxunan düz xəttinə paraleldir. Paralel olanda k-ları eyni olur. Mən neyniyəcəm? Birincinin k-sını tapıb, ikinciyə bərabər eləyəcəm. K da necə tapılırdı? Bizdə törəmə ilə tapılırdı. İndi bunun k-sı bizdə 2-dir. Bunun törəməsi demək bərabər olmalıdır 2-yə. 2x üstə gəlsin 4 bərabərdir 2-yə. Olacaq 2x bərabərdir. -2, x-də tapıram -1. Cavab olacaq -1.